Herkesi buradan salamlayıram. Yine mən gəldim. Dostlar toplanın, haydi. Bugün size elə bir tort göstereceğim ki, yediğiniz bütün tortları unutacaqsınız. Bu resept mənim öz tapıntımdır. Həm tez hazırlanır, həm də dadı möcüzə kimindir. Bilirsiniz də, çoxdan vlog paylaşmırdım. Bugün evdeydim, anam da elə dedi ki, Fəridə tort pişir, amma ballı tort pişir. Dedim, baş üstə. Çoxdandır da elə bişirmirdim. Elə bişirərkən sizlərlə də çəkim, həm vlog olsun, həm də sizə biraz nostalji hisslər. Mən əvvəllər tort pişirirdim. Bilənlər bilir. Bəli, bilməyənlər də bilsin. Mən birinci kulinariyaya tort pişirməklə başlamışam. Və uşaqkən ən birinci bişirdiyim ilk şirniyyat tort olub və elə bu reseptlə ballı tort. O vaxtdan elə mənim əlimin bu tort resepti imzası olub. Mənim tortlarımı dadanlar bilir ki, dadı möhtəşəm, görünüşü də fərqlidir. Mən hər şeyə diqqət edirəm. Hər zaman hər kəs bunu deyir ki, Fəridə sənin əlinin dadı bir başqadır. Əvvəllər Instagramda satırdım. Kim sifariş verirdisə, bir dəfə də dadandan sonra ikinci dəfə də yenə özü yazırdı. O ballı tortdan istəyirəm. Bəli, o ballı tort elə məhz bu ballı tortun resepti ilə bişirdiyim ballı tortu idi. Mən öz əlimin dadına inanıram. Çünki bişirdiyim hər bir məhsula, yeməyə, öz enerjimi, öz sevgimi, öz ruh halımı qatıram. Bu da mənim sirrimdir. Bəlkə də elə ona görə bəyənirlər. İndi isə gəlin bu tortun mən necə eləmişəm reseptinə baxın, izləyin və əminəm ki, hər biriniz də bişirəcəksiniz bunu. Sizdə də düşünürəm ki, çox dadlı alınacaq. Bu ballı tortu mən elədim. 3 kilo yarım civarında çıxdı. Amma inanın ki, o ballı tortun içində təkcə bal yox idi. Çünki mənim zəhmətim var və əlimin ən əsası dadı var. O qədər əminəm ki, bir dəfə dadan, ikinci dəfə yenə də bu tortu istəyəcək və ya mənə üz tutacaq, ya da evdə özü hazırlayacaq. Çünki reseptini dəqiqliklə hər bir halını çəkmişəm. Nə vurmuşam, hamısını qeyd eləyəcəm. Kim də istəsə soruşar, yazacağam. Direktdə və yaxud da ki, yorumlarda fərq eləmir. Soruşacaq ki, Fəridə xanım, o tortun reseptini deyə bilərsiniz. Yəni, möhtəşəm bir daddır həqiqətən. Bişirib, dərhal sonra da yemək olur. Çünki yumşaq olur. O dərəcədə çox gözəl kojları alınır və yumşaqlığına da söz ola bilməz. Ona görə bütün reseptləri qırağa qoyun. Bu reseptin vloguna baxın ki, siz də evdə rahatlıqla hər biriniz hazırlaya bilərsiniz. Çünki mən hər şeyi dəqiqli, izahlı şəkildə çəkmişəm. Yenə də qeyd eləyirəm. Yumurtanın burada ağını tökürük ki, ayrıca testası şişkin olsun. Qatılanda xəmirə yaxşı vazduşlu xəmir olsun, yəni şişsin testası. Burada sarısını da qatıram ki, birazdan özünüz də görəcəksiniz ki, bişirdiyim ballı tortun isti xəmirini qatacağım buna. Amma isti qatmayacağım. Təbii ki, qıraqda soymağa artıq qoymuşam burada. Burada vanili qatıram. Mən 2 vanil qatıram. Çünki elədiyim bu tort resepti 2 porsiyadır. Ona görə 2 vanil qatacağım mən. Siz bir porsiyadan eləyib bir vanil də qata bilərsiniz təbii ki. Burada artıq bu məhlul bal, yağ, soda, məhlul soyuyub qatırıq bunu yumurtaya. Yumurta, pesok, un, yağ, qeyd elədiyim kimi soda və vanil. Özünüz də görürsünüz ki, hər şey dəqiqliklə çəkmişəm ki, siz rahatlıqla baxa biləsiniz. Burada yağlı palqanı
çəkirəm, kağızı çəkirəm ki, yağ da sürtürəm ki, rahatlıqla testaların hər biri qopsun. Çünki yağ çəkməyəndə rahatlıqla qopmur. Mən hər zaman yağ çəkirəm, ona da ki, duru yağ istifadə edirəm və bişirdiyim testanı 3 yerə bölürəm. 3 yerə nəyə görə bölürəm? Çünki həm rahat olsun, həm də vaxta qənaət olmuş olur elə bişirəndə. Mən hər zaman belə bişirirəm və heç zaman da bunu bir porsiya ilə bişirməmişəm zaten. Mən 2 porsiyadan etmişəm. Burada artıq tez-tez bişir. Bunu da qeyd edeyim ki, yəni xəmir testaları 15 dəqiqəyə hazır olur. 15 dəqiqədən yəni çox çəkmir bişməyə zaten. Yumşaqdır qoyduğum andan etibarən belə. Burada keçirəm artıq xəmirin zabornoy kremini bişirməyə, tortun zabornoy kremini bişirməyə. Pesok qatıram yumurtaya. Hər birini mən qazanın içinə qatıb qarışdırıb sonra bişirirəm. Əvvəllər fərqli üsulla bişirərdim. Amma sonradan artıq professionallaşandan sonra şirniyyat sahəsində də ən praktik yolları özüm üçün araşdırıb tapmağa və özüm əlimdə olarkən etməyə başladım. Ən rahat yolları hər zaman siz özünüz üçün tapıb edin. Hər bir sənətdə rahatlıq var, əmin olun. Sadəcə biraz beyninizi işlədib tapmalısınız onları. Və burada südü əlavə edirəm. Südü əlavə edəndən sonra ay süzgəcdən qoy, keçir falanlar, heç birinə ehtiyac yoxdur. Blender, yəni hazır. Blender hər şeyi, bütün məhlulu südün içində qarışdırır. Yəni çox da gözəl, pürüzsüz olacaq. Baxın, burada artıq pişmiş halıdır. Pürüzsüz bir şəkildə zabarnoy kremim alındı. Üzərinə mən streçi çəkirəm. Nəyə görə çəkirəm? Qızlar, sizə bunu qeyd edeyim. Ona görə çəkirəm ki, streç qarsaqlamağa qoymur məhlulu və mən tez-tez qarışdırırdım. Çünki artıq tez başa gəlməsini istəyirdim. Çünki məndə səbir yoxdur və onu soyumağa göndərirəm. Burada isə ikinci kremə keçid eləyirəm. Bu da adi dədə-baba kremi, yəni skuşonka, yağ. Skuşonkanı qaba əlavə edərkən mən tərəzidən istifadə eləyirəm. Çünki hər bir şey dəqiqliklə reseptdən etdiyiniz zaman şirniyyata özəlliklə aiddir ki, qramajdan mütləq şəkildə istifadə edilməlidir. Yəni tərəzi yanınızda olmalıdır. Şirniyyat elə bir şeydir ki, yəni onda qram əksikliyi və çoxluğu olanda baxırsınız ki, alınmır. Burada artıq birinci kremi edib, ikinci zavornoyu əlavə edib, qarışdırıb və kremi qırağa qoyub hazırlayıram. Burada artıq testaların arasına özəl öz sosumla ısladıram ki, biraz da yumuşaq olsun. Çünki mən bu tortu etdikdən sonra hər zaman, yəni 10-15 dəqiqə keçir, servis edib verib yeyə biləcək, insanların yeyə biləcəyi qədər, yəni yumuşaq tort olur da, yəni gözləmirsən. Burada aralarını kremləyirəm, qırağına qəlib keçirdirəm ki, səliqəli olsun. Qəlblə həqiqətən ballı tortu edəndə qıraqları çox səliqəli olur. Ən önəmlisi, yəni səliqəyə hər zaman fikir verin, hər biriniz. Yəni fərqi yoxdur, evdə eləyirsiniz, sifarişin üçün eləyirsiniz, buna heç bir fərqi yoxdur. Bu tort həqiqətən yəni çəkisi çox olur. Dediyim kimi mən 2 porsiyadan edirəm bunu, ona görə bəlkə də. Burada qıraqlarına fikir versiniz, yəni səliqə ilə kremləməyə çalışıram. Dostlar, izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bilirəm ki, hər biriniz mənim vloqlarımı zaten maraqla izləyir. Özüm də geri dönüşlərdən görürəm ki, bəyənirsiniz. Çox sağ olun. Allah hər birinizdən razı olsun. Çünki bu dad həqiqətən də çox möhtəşəm bir dad olacaq. Sınayın. Sağ olun.